Xoş olsun o insan halına ki, anası çox iffətlidir. Xoş olsun. O iffət buna da süzüləcək, yoldadır. Bir mənası da başqa bir mənası da ola bilər. Yəni, xoş olsun o anaya ki, iffətlidir, qoruyur özünü, günahdan qaçır. Bəziləri kimi deyil, az da olsa belələri var həyatda. Gözü kölgəl eləyər həyat yoldaşı, özünü bədbəxt eləyər. Axı, xanım, sən övladının niyə abrım tökürsən, o övlad sabah böyüyəcək, o başını dik tutmayıb gezə bilməyəcək? Nə uğur qazanacaq sənin övladın? Qurban oldu sənin nəfsi istəklər və uşaqlarında. Olar mı bu? Güya acıq çıxır kişidən. Elə acıq çıxmırlar ki. Nə iş görürsən heç fərqində deyilsən.